Bu hadise olup hicretin 3. ilinde. Böyük tabi'in imamlardan birinin hadis rivayetinden ötürü Irak'tan, Şam'dan, Mısır'dan, Marrakeş'ten insanlar gelirdi. Hadisi taşımak için Allah Nebisi sallallahu aleyhi ve sellem'in mirasını. Ders mescide geçmirdi, artık meşede geçirdi. Meşede. Ve derse gelen ravilerin, şagirdlerin sayı 10-15 bine çatırdı. Bütün dünyadan gelirler insanlar. Avtomobille gelmiyorlar. 3000 kilometre mesafe yakın, ayakla gelen, deveyle gelen, uzun kulakta gelen vesaire. Ve şeyh ders verir. Ve anası ihtiyar olmuş, əqlini itirmiş biraz. Dersin ortasında həmin şeyhin anası geldi ki, Agede, dur qalx get toyuqlara dəm ver. Dersin ortasında. Sizce həmin bu imamın reaksiyası necə oldu? Sifətini mi turşutdu? Dedi, yoxsa görmürsən, mən hardayam? Yox. Bilirsiniz neynədi? Kitabı 2'ye qatlaladı. Və dedi ki, mənim sizə elm verməyim könüllüdür. Amma ona taətimsə Allahın vəsiyyətidir, vacibdir. Büyünə hədis bu qədər. İnşallah sağ davam edirəm. Getdim dən atmağa toyuqlara. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Təsəvvür edin. İndi rivayetin üzərindən əsrlər keçib. Onun izzəti hər dəfə bu hədis, bu hadisə zikr olunduqca tazədir. Yenə də var. Kimisə gözündən həmin insan düşdü. Necə həmin vaxt qalxmışsa, bir o qədər də nisbi olaraq məsafə uzansa da, zaman və məkan, yenə də izzət həmin izzətdir. Sünnətəllah. Allah subhanahu wa ta'ala'nın yoludur. Hər bir taat sənə izzət verir. Ne demektir mən valideynlərimi həftələrlə, aylarla danışdırmıram? Get başından öp, əlindən öp.